Mahiyyət itibarilə bu görüş gənclərin ideya və təşəbbüslərinə göstəriləcək dövlət qayğısına xəbər verirdi. Ulu Öndər Heydər Əliyevin gənclərlə görüşündə söylədiklərini qısa tezislər şəklində ifadə etsək, aşağıdakı kimi görünər. Birincisi, Ulu Öndər Heydər Əliyev Azərbaycanda Gənclər Gününü və siyasətini elan etdi. Məhz bu görüşdən bir neçə ay sonra 1994-cü ilin iyun ayında Gənclər və İdman Nazirliyi yaradıldı. Və sonradan Azərbaycanda gənclər siyasəti dövlət siyasəti səviyyəsində planlaşdırılıb həyata keçirilməyə başlandı. Məhz bu görüşdə Ulu Öndər Heydər Əliyev gənclərimizə onların potensialından, ideya təşəbbüslərindən səmərəli istifadə ediləcəyinə dair xüsusi tapşırıqlar, tövsiyələr verdi. Xüsusilə gənclərin təhsil və idman sahəsində əldə etdiyi nailiyyətlər qürur vericidir. Son 2025-ci ilin axırlarında da Masallı rayonunun idmançılarının əldə etdiyi zəfərlər, nailiyyətlər bizi sevindirdi. 2024-2025-ci təhsil ilinin yekunlarına dair əldə etdiyimiz nəticələr isə daha çox sevindiricidir. Biz bugün də ümidvar olduğumuzu bildiririk ki, bundan sonra da Masallı rayon gəncləri Azərbaycan gəncləri ordusunun müzəffər bir hissəsi olaraq Azərbaycanda gənclər siyasətinin həyata keçirilməsində öz qətiyyətli sözlərini deyəcək, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, inkişaf etdirilməsi üçün əllərindən gələni əsirgəməyəcəkdir. Azərbaycanda həyata keçirilən gənclər siyasəti inamın, zəfərin, məhəbbətin təcəssümüdür. Yaşasın Azərbaycan Respublikası, yaşasın Azərbaycan gəncləri. Sağ olun. 30 ilin keçdiyini varaq-varaq, səhifə-səhifə izləyib, bu tarixi səhifələri varaqlayırıq və görürük ki, həqiqətən də Azərbaycan gənci bu 30 il ərzində müxtəlif tarixi dönəmlərdən keçib, öz həyatımıza nəzər salanda fikirləşirik ki, Azərbaycanın başına gələn bu keçməkeşli tarixi hadisələr, yaşadığımız dövr bizə Azərbaycan gəncinin nə qədər qürurlu, nə qədər əzmkar, nə qədər mərd olduğunu bir daha sübut edir. Və bu tarixi dönəmlərdən üzü ağ çıxmağımız, bizim Ulu Öndərin siyasəti ilə başlayan bu yolu uğurla davam etdirməyimizdən və Cənab Prezidentin siyasəti altında, Cənab Prezidentin rəhbərliyi altında sıx birləşməyimizin nəticəsində baş verir. Azərbaycan gənci hər zaman öz tarixi köklərinə sadiq, adət-ənənəsinə bağlı və öz mental köklərinə bağlı olan bir gənc kimi yetişib və o dəyərləri qorumağa qadir bir vətəndaş kimi yetişib. Hər birimiz böyük qürurla deyə bilərik ki, Azərbaycan gənci bu gün üzərinə düşən vəzifəni çox uğurla və şərəflə yerinə yetirir. Təbii ki, bu da təsadüfi deyil. Azərbaycanda gənclər siyasətinin əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən olur. İstər Ulu Öndərimiz birinci hakimiyyət illərində 69-82-ci illərdə, istər ikinci hakimiyyət illərində 93-2003-cü illərdə mən düşünürəm və öz gənci illərimdən xatırlayıram ki, Ulu Öndərimizin bəlkə də bir nömrəli vəzifəsi Azərbaycan gəncləri ilə məşğul olmaq olur. Bu da təsadüfi deyil. 93-cü ildə xalqın təkidi ilə hakimiyyətə qayıdan Ulu Öndərimiz Heydər Əliyev, xatırlayanlar bilir, ölkəmiz ağır vəziyyətdə, torpaqlarımız işğal olunduğu bir halda, iqtisadiyyat məhv olmuş bir halda, bu çətinliklərə rağmen ilk gördüyü işlərdən biri də sentyabr ayında Azərbaycanın müxtəlif zümrələrindən olan gəncləri qəbul eləməsi oldu. Həmin ağır illərdə Ulu Öndərimiz Azərbaycan gənclərinə xitabən deyirdi ki, bu günləri Azərbaycan gəncliyi özü haqqında da düşünməlidir. Ailəsi haqqında da düşünməlidir. Amma hər şeydən əvvəl müstəqil Azərbaycanın bugünü və gələcəyi haqqında düşünməlidir. Və bu günləri
Biz bu düşüncəni, bu uğuru möhtərəm prezidentimiz Yeni Azərbaycan Partiyasının sədri Cənab İlham Əliyevin rəhbərliyi altında açıq şəkildə görür. Hakimiyyətə gəldiyi ilk illərdən Cənab Prezidentin həyata keçirdiyi böyük işlərdən elə biri də gənclər siyasəti ilə bağlı oldu. 2015-ci illəri əhatə edən dövlət proqramı, 2015-ci ildə 1-ci Avropa oyunları, İslam oyunları və bunların umumiliyində nəzərə alsaq, 2020-ci ildə vətən müharibəsində əldə olunan zəfər bu dediklərimizin bariz göstəricidir. Mən Azərbaycan gənclərinin qiymətini çox düşündüm ki, necə qiymətləndirmək olar, dəyərləndirmək olar. Ancaq hara baxdımsa, nə elədimsə, möhtərəm Cənab Prezidentimizin fikrindən üstün, dəyərli bir fikir tapa bilmədim. Cənab Prezidentimiz Azərbaycan gəncliyini qiymətləndirərək deyir. Azərbaycanın bugünkü gəncliyi vətənpərvər gəncliyidir. Vətənə bağlı gəncliyidir. Vətən müharibəsi bunu bütün dünyaya göstərdi. Bu yerdə də yadıma Məmməd Rahimdən bir beyt düşür. Deyir, sənə axar su deyil, suyu dayandırarsan, ateş mi adlandırın, alovu yandırarsan. Bugün Azərbaycan gəncləri sözün əsl mənasında alovu yandıran bir gəncliyidir. Vətən müharibəsi buna bariz nümunədir. Əziz gənclər, mən sonda Allahdan şəhidlərimizə rəhmət diləyir, qazilərimizə can sağlığı arz edir. Yaşasın Azərbaycanımız, yaşasın Azərbaycan gəncliyi deyirəm. Diqqətinizə görə minnətdarım. Sağ olun. 1990-cı illər biz görməsək də ölkəmiz üçün kifayət qədər çətin dövr keçmişdi. Bu dövrdə gənclərə verilən bu üstünlüyün əhəmiyyət göstərir ki, Azərbaycanda gənclər, sistemli gənclər siyasəti ümumi liderimizin Azərbaycançılıq məfkurəsinin bir parçası olaraq ölkənin mədəniyyətinin, dilinin, dininin, təhsilinin inkişafı ilə paralel həyata keçirmişdir. Azərbaycan Respublikasında gənclər siyasəti ölkənin dayanıqlı inkişafının təminatçısıdır. Azərbaycan Respublikası beynəlxalq statistikaya baxsaq, Black to Success, sizlər də girib baxa bilərsiniz. Azərbaycan Respublikasının gənclərə ayırdığı dəyər bizim ölkənin iqtisadiyyatının təminatı neftdən və qazdan əldə olunur. Azərbaycan qara bazarda əldə olunan gəlirin, neftin, qazın satışından əldə olunan gəlirin böyük bir qismini gənclərin inkişafına sərf etdiyi üçün beynəlxalq statistikada ABŞ-i, Yaponiya kimi ölkələri geridə qoyaraq 25-ci pilləyə yüksəlmişdir. Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin bəzi sözlərini, fikirlərini çatdırmaq istərdim. Bakı Dövlət Universitetinin 100 illiyində o çıxışı zamanı qeyd eləmişdi ki, əvvəllər müəyyən bir iş sahələri var idi və gənclərimiz oxuyurdular, müəyyən bir universitetlərə qəbul olurdular, bakalavr diplomu, magistr diplomu və gedib həmin iş sahələrində özlərində yerlər tuturdular, vakant yerləri doldururdular, özləri üçün orada iş sahəsi yaradırdılar. Amma hal-hazırda ölkəmizin inkişaf dinamikasına baxsaq, gənclərin inkişafına baxsaq, hər gün yeni iş sahələri yaranır. Qeyd elədiyim startupların hər biri müvəffəq olduqdan sonra bir iş sahəsi deməkdir. Bu da demək olar ki, gündəlik biz beynəlxalq səviyyədə yaradılan startuplara baxsaq, bir gündə yüzlərlə startup ortaya çıxır və bunlardan bir 10-u, 15-i uğurlu olarsa, yüzlərlə iş sahəsi deməkdir. Ölkəmizin bir qrup gəncləri vardı ki, o gənclər o qədər mükəmməl inkişaf elədilər ki, canlarını bizim üçün fəda etdilər. O gənclər o qədər mükəmməl inkişaf elədilər ki, qanlarını torpağa qatdılar. O gənclər o qədər mükəmməl inkişaf elədilər ki, şəhadət zirvəsinə ucaldılar. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Azərbaycan gəncinin gördüyü işlər onun qazancının, ona göstərilən qayğının qarşılığı olmalı deyil. Azərbaycan gəncinin gördüyü işlər onun xarakterinin yansıması olmalıdır. Diqqətiniz üçün hər birinizə təşəkkür edirəm. Çox sağ olun.
Çox. Teşekkür edirik cənab başçı. Verdiğimiz mükafatlar elbette simvali karakterimizin kalbimizsiniz, yüreğimizsiniz, geleceğimizsiniz. Biz dedik axı, Azərbaycanda gənclər siyasəti inam, iftixar, qürur, məhəbbət siyasəti. İstinad olun. Bir daha cənab başçı təşəkkür edirik. Həmin o bir yazı var. Sadəcə olaraq bundan da var. Tamam. Siz ona boş təşəkkür edirik. Sağ olun.